dolu, üstü dolu puldur. Yəni o bilmir ki, nə hazırlayan, nə düzəldə. Yəni bilmir ki, pulu hara xərcləsin. Özünə qismət olsun. O bir müddət 2 il, 3 il bu TikTok platformasından çıxa. Ondan sonra insanların biraz yaddaşından uzaqlaşa. Ondan sonra çox sağ ol canım, Allah razı olsun. Ondan sonra bu insan mən evlilik adı çəkə bilərəm. O da burada yox. Digər ölkələrdən, Gürcüstandan, İstanbuldan, Qazakistandan, başqa ölkələrdən sən qız ala bilərsən. Amma imenoy sən bu ölkədən canım. Cəmaət mən yenə də deyirəm, dərs belə onu tənqid edir. Yəni sənə kör qızını belə vermək olmaz. Çünki sən psixologik özünü idarə etmək qabiliyyətini itirmisən. Bunu bizim dövlət başçımız deyib ki, bu tipli insanlara aparmaq olmaz bunları heç əskərliyyədə. Yəni bunlar öz idarə etmək qabiliyyətini bu şəkildə itirib. Yəni özlərini qız kimi hiss eləyir. Yəni bunları normal əskərlərin yanına da qoymaq olmaz. İndi bəziləri biraz afriskadır. Gedirlər, əskəriyə gəlirlər, sonra o əskəri adı ilə başqa şeylər də məşğul olurlar gəlib. Amma olmaz. Bu tipli insanlar, yəni özünü ruhən qadın kimi hiss eləyirsənsə, canım sən özünü, kimisə qızını gedib yalanla sənə qız da gəlməyəcək, sənə yəni heç kəs də kör qızını belə verməyəcək. Amma belə evlənmək belə arzusundasansa, mən qınamıram səni. Qınayanın deyir başına gələr. Sən bir müddət bu TikTok'dan olmamalısan.